Əynisin Qarabağ bürosuna yerli sakinlərin verdikləri məlumata görə ötən gecə cəbhədə gərgin anlar yaşanıb və iyulun 31-dən avqustun 1-nə keçən gecə erməni kəşfiyyat təxriqat qrupları Ağdam və Tərtən rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. APA'nın məlumatına görə isə atışma nəticəsində 8 hərbiçimiz həlak olub. Müdafiə Nazirliyinin məlumatında deyilir ki, silahlı qüvvələrimiz təxribatın qarşısını alıb. Şiddətli atışmadan sonra erməni bölmələr də xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Atışmaya kənd sakinlər də bütün gecə boyu şahidlik ediblər. Sahədən biz həmin vaxtda ot gətirirdi, möhkəm atışma baş verdi. Hamısı yanan güllə idi, kəndə atırdılar. Sərhəddə yenə Ermənistan tərəfindən pozulmuşdu. Yəni gecə səhərə kimi atışma baş veribdi. Kənd cəmaatı çox pis vəziyyətdə idi. Elə bir vəziyyət yaranmışdı ki, kənd cəmaatı çox pis vəziyyətdə idi. Yəni heç ara çıxmaq mümkün deyil idi. Hamısı atdıqları yanan güllə idi. Özə kəndə atırdılar ki, nəsə baş versin, yansın. Saat neçə olar da təxminən? Saat hardasa 12 radələrindən düz saat 5-ə kimi atışma gedir. İndi ən son məlumatları bizə Qarabağ büromuzun müxbiri Ramin İbrahimov çatdıracaq və hazırda o atışmanın baş verdiyi Tərtərin Qapanlı kəndindədir. Salam Ramin. Salam İpə. Ramin, buyur, ən son məlumatları səndən eşidək. İpə, hazırda biz Tərtərin cəbhə xəttinə ən yaxın kənd olan Qapanlıdayıq. Kənddə bu dəqiqələrdə sakitlikdir, amma sakinlərdən aldığımız məlumata görə ötən gecə saat 12-dən etibarən Ermənistan silahlı qüvvələri ərazidəki postlarımızı və kəndi iri saplı silahlardan atışa tutub. Sakinlər hazırda təşviş içindədirlər və təmas xəttinə yaxın ərazilərə çıxa bilmirlər. Sakinlərdən əldə etdiyimiz məlumata görə atışma nəticəsində milli ordumuzun 8 hərbisi şəhid olub, 4 nəfər yaralı hərbçilərin isə ərazidəki hərbi hospitala yerləşdirilib. Qarşı tərəfində xeyli itki verdiyi deyilir və qarşı tərəfin təxribatının qarşısı alınıb. Hazırda itkilər barədə növbəti məlumatları dəqiqləşdiririk. Və onu da qeyd edim ki, 2 nəfər şəhid olanlardan 2 nəfərin adını açıqlayır sakinlər. Bunlardan Vüqar Poladov və Elnur İbrahimovun adları məlumdur bizə. Bu qədər. Çox sağ olun Ramin. Qeyd edelim ki, bu Əynisin Qarabağ bürosunun müxbiri Ramin İbrahimov idi və o bizə ən son məlumatları çatdırırdı.